Salam, hər vaxtınız xeyir olsun dostlar. Deməli, bugün ana qəbullandırma haqqında danışacağam. Mən bir dəfə video paylaşmışdım. Bütün çərçivələri silkələməklə anarını qəbullanmaq. Məsələn, ayın 9 günü bütün çərçivələri silkələyib götürdük. Ayın 10 günü anarını koloniyaya verdik və 11 günü arılar bunu qəbullandılar. Lakin çox adam bunu eləyə bilmir. Yəni qəfəsdə gətirib qoyur. Ənənəvi üsulla qəbullandırmağa çalışır. Mən də bu dəfə bu İtalyan cinsi olan anarıdır. Bunu ənənəvi yolla qəbullandırmağa çalışacağam. Deməli, nə edirik? İlk öncə koloniyada iki şey diqqət etmək lazımdır. Koloniyada ana arının həqiqətən olmamağına və ana arı üskünün olmamasına. Yəni orada bir dənə də olsa ana arı üsküyü qalsa, bu anarını qəbul etməkləri mümkün deyil. Hətta öldürməyə çalışacaqlar. Üstünə topa şəklində yığılacaqlar. Bu aralıqları bununla hörəcəklər ki, içəridə anarı boğulsun, havasızlıqdan ölsün. Buna görə mütləq şəkildə lazımsa bütün çərçivələri silkələyərək, yəni arasını silkələyib bütün çərçivələrə baxmaq lazımdır ki, bir dənə də olsun anarı üsküyü olmasın. Daha sonra gətirib qoyuruq anarını bu şəkildə iki çərçivənin arasına. Əgər çoxdursa arı çərçivə, 5-6 çərçivəsi orta hissədən, arının çox olduğu hissədən bir qədər bir hissəsini aralayırıq, qoyuruq. Çox aralı qoymaq olmaz. Niyə görə olmaz? Arılar topa şəklində üstünə yığılıb boğa bilərlər. Yəni istiliyi qaldıra bilərlər və yaxud da bundan hölə bilərlər. Elə qoyuruq ki, bunun arxa hissəsi çərçivəyə dirənsin. Yəni bu çərçivənin bir yerinə dirənsin arxa hissəsi ki, burana hölə bilməsinlər, ora girə bilməsinlər. Sadəcə kənarlardan yaxınlaşsınlar. Qoyduqdan sonra 2 gündən sonra, mən şəxsən özlədiyimi deyirəm, 2 gündən sonra bunun işçi arılar girəcəyi yeri kəsirəm. Burada 2 dənə yeri var. Birindən ancaq işçi arılar girib çıxa bilər, ana arı girib çıxa bilməz. İkinci yerdənsə həm ana arı, həm işçi arılar girib çıxa bilər. 2 gündən sonra bu hissəni dağıdıram. Dağıtdıqdan sonra, baxın, dağıtmışam, arılar artıq girib içəri, ana arının ətrafında fırlanıb çıxırlar. Və ana arının qoxusunu çıxıb yeşiyə yayırlar, belə deyək. Üçüncü gün isə bu hissəni, yəni böyük gözü kəsirik. Böyük gözü kəsirik və buranı yeyib anarını çıxaracaqlar. Diqqət edəcəyimiz şey nədir? Mən şəxsən özüm elədiyimi deyirəm. Əgər bir arılığın içərisində ana arı verəcəmsə başqa koloniya, heç vaxt onun yanında işçi arı qoymuram. Yəni işçi arı nəyə görə lazımdır? Uzaq yol gedəndə, uzaq məsafədə ana arını bəsləmək üçün, qidalandırmaq üçündür. Ona belə də qulluq eləsinlər. Yaxın məsafədə verirəmsə, götürüb bu yeşikdən o bir yeşiyə verəcəmsə, işçi arı qoymuram. İşçi arı qoymaq ana arının qəbullanmasını gecikdirir. Sanki iki koloniyanı bir-birinə birləşdirirsən. Burada 5 dənə də arı olsa, 3 dənə də arı olsa bir koloniya sayılır. Amma yox, uzaq məsafədən gəlibsə, artıq onda işçi arı ilə bərabər qoymaq daha yaxşıdır. Çünki açıb işçi arıları çıxarmaq biraz qeyri-mümkün olacaq. 3-cü günündə ana arı keçəcək keş yerini açırıq və qoyuruq. Yenə deyirəm, diqqət edirik. İçəridə ana arı üsküyü olmalı deyil. İçəridə ana arı olmamasını %100 bilməliyik ki, bunu qəbullansınlar. Və bəzən buranı açmadan içəridə 3 gün, 4 gün gözlədirlər. Bu aqressiya yaradır koloniyada. Ana arını gec buraxmaq koloniyanı əsəbləşdirir. Aqressiyaya səbəb olur. Daha da belə deyək, o qəbullanma gecikir. Mən bu metodla qəbul etdirmirəm. Adətən mən çərçivələr çırpıram. Arını bir gün hər şeyin əlindən alıram. Yumurta, çərçivə, hər şeyi. Sonra bunu verirəm. Bir gün qalmağı kifayət edir. Amma yəni, məsələn, soruşurlar, baxıram ki, 90%-dan çox adam yəni ənənəvi üsuldan istifadə edir. Yəni, başqa variant da yoxdur. Məsələn, bir dənə yeşiyi var, 2 dənə yeşiyi var. Çərçivələri heç bir yeşiyə verə bilmir. Məcburdur bu cür qəbullandırsın. Ən gözəl metod yəni budur. Bu şəkildə mən qəbullandırmışam dəfələrlə. İnşallah bunu da qəbullanacaqlar.